Hə yoldaşlar, bugün keçəcəyimiz hissə ismin son iki hissəsi olacaqdır. Deməli, ilk danışacağımız mövzu isimlərin sifətləşməsi mövzusudur. Yoldaşlar, biz normalda ismi keçmişik və ismin suallarını bilirik ki, ismin sualları kim, nə və hara suallarıdır. Sifətin sualları isə necə, nə cür, hansı suallarıdır. Biz ismin sifətləşməsi mövzusunu keçiriksə, deməli burada danışacağıq isimlərin sifətin sualına cavab verməsindən. Termin olaraq bu bəzi testlərdə qarşımıza çıxacaq ki, isimlərin atributivləşməsi. Yəni eyni şeydir. O da isimlərin sifətləşməsi deməkdir. Yəni bu nə burada onu nəzərdə tutur ki, isim olan söz, yəni ayrılıqda kim, nə və yaxud da hara sualına cavab verən söz birləşmə daxilində, yəni söz birləşməsi kimi təqdim olunduqda necə, nə cür və hansı suallarından birinə cavab verirlər. Amma bu suala cavab versək, yəni sualını dəyişsə də, mən həmin sözləri elə əvvəl hansı nitq hissəsinin sualına cavab verirdisə, elə həmin nitq hissəsi kimi də götürəcəm. Məsələn, yazıram burada dəmir. Sual verək, nə dəmir? Nə sualına cavab verir? Nə sualına cavab verdiyi üçün deyəcəyik ki, bu isimdir. Buradan da yazıram darvaza. Sual verək, nə darvaza? Bu da nə sualına cavab verir? Deməli, bu da isimdir. Biz burada atributivləşmə yaratmaq üçün, yəni verilmiş isimləri əsasən də bu ismi sifətləşdirmək üçün iki dənə ismi yan-yana gətirib bir birləşmə yaradacağıq. Necə olacaq? Dəmir darvaza. Dəmir darvaza. Artıq fikir verin. Burada sual verəndə necə darvaza, necə sualı çıxacaq. Amma necə sualı çıxsa da, burada sadəcə həmin necə sualının çıxmağına səbəb iki ismin yan-yana gələrək sifətləşmə hadisəsini yaratmağıdır. Aydın oldu. Deməli, sifətləşmə hadisəsi necə olur? İki dənə müstəqil isim yan-yana gəlir və sifətin sualı ortaya çıxır. Bəs mən burada bu ifadənin altından xətt çəksəm və sual qursam ki, altından verilmiş söz birləşməsində altından xətt çəkilmiş söz hansı nitq hissəsidir? Belə bir sual versəm, A variantı isim, B variantı sifət yazacağam. Bəzən şagirdlər elə bilirlər ki, bu tipli birləşmələrdə, yəni iki ismin yan-yana gəldiyi birləşmələrdə sual verdikdə hansı sual çıxırsa, nitq hissəsi də həmin nitq hissəsi olur. Amma bu yanaşma tamamilə yanlışdır. Dəmir darvaza ifadəsində necə darvaza, necə sualı çıxsa da, bunların nitq hissəsini müəyyənləşdirəndə ayrı-ayrılıqda baxılır. Ümumiyyətlə, yadda saxlayın, hər hansı bir cümlədə sözlərin nitq hissəsini müəyyənləşdirəndə onlara cümlə daxilində deyil də ayrılıqda sual verin. Ayrılıqda hansı suala cavab verirsə, bilin ki, həmin nitq hissəsi hesab olunacaqdır. İndi mən bu birləşmə daxilindən dəmir sözünü götürdüm, gətirdim bura. Burada dəmir sözü hansı suala cavab verəcək? Nə dəmir? Nə sual? Yəni ayrılıqda nə sualına cavab verir? Deməli, bunun düzgün cavabı isim hesab olunacaq. Aydın oldu. Yəni, sifətləşmə baş verən istənilən sözlərdə orada sifətin sualı çıxsa da,
nitq hissəsi olaraq ismi mütləqdir ki, götürməlisiniz. Bu bütün nitq hissələrində belə olacaq. Məsələn, biz önümüzdə sifəti keçəcəyik, sayı keçəcəyik, daha sonra feildə feili sifəti keçəcəyik. Yəni bunlar isimləşə bilərlər. Onlarda sifətləşmə yox, isimləşmə qaydasını keçəcəyik. Məsələn, sifətin isimləşməsi, yəni necə, nə cür, hansı sualına cavab verən söz cümlə daxilində kim, nə, hara sualından birinə cavab verəcək. Amma orada kim nə sualına cavab versə də, yəni biz onu ayrılıqda. Məsələn, deyirəm ki, gözəl qoca kişi parkda əyləşmişdi. Daha doğrusu qoca parkda əyləşmişdi. Kim qoca? Burada qoca sözü kim sualına cavab verdi. Amma cümlə daxilində kim sualına cavab verdi. Mən o cümlədən qoca sözünü çıxardıb gətirsəm, ayrılıqda sual versəm, avtomatik olaraq necə qoca, necə sualı çıxacaq. Deməli, bu da nitq hissəsi olaraq sifət imiş. Aydın oldu? Yəni, heç bir sözün nitq hissəsini müəyyənləşdirərkən onun cümlə daxilində sualına fikir verməyin. Çünki orada aldadıcı məqamlar ola bilər. Ən çox sifətləşən isimlər, məsələn, torpaq sözüdür, qızıl sözüdür, gümüş sözüdür. Daha sonra dəmir sözüdür, polad sözüdür, mərmər sözüdür və s. Bu tipli sözlər dilimizdə daha çox sifətləşən sözlərdir. Amma sifətləşsələr də nitq hissələri olduğu kimi qalacaq. Yadınızdan çıxartmayın. Şagirdlər arasında çaşqınlıq yaradan sözlər sırasına qızıl və gümüş sözləri daxildir. Bunlar bir neçə məqamda bizim qarşımıza çıxa bilər. Məsələn, deyirəm ki, qızılı mağazadan aldım. Burada qızılı sözü sual verək, nəyi qızılı? Nəyi sualı çıxdığına görə deməli buradakı bu ı şəkilçisi təsirlik halın şəkilçisidir. Deməli burada qızıl sözü təsirlik halda olan isimdir. Amma deyirəm ki, qızılı çanta. Burada isə qızılı sözü sifətləşən isim deyil. Birbaşa sifətin özüdür. Çünki biz sifətin indi sağlıq olsun keçəndə orada sifətin qayda və qanunlarında rəng bildirən sifətləri keçəcəyik. Rəng bildirən sifətlərdən biri də qızılı rəngdir. Və bu artıq sifətlərin arasında quruluşuna görə qızıl sifətindən düzələn qızılı, daha doğrusu qızıl ismindən düzələn qızılı sifətidir. Burada düzəltmə sifət hesab olunacaq. Düzəltmə sifət. Bir də var ki, dilimizdə qızıl sözü. Buranı sileyim. Bir də var dilimizdə qızıl sözü. Qızıl sözü isə dilimizdə sifətləşə bilən əsas sözlər sırasına daxildir. Qızıl, sep. Burada qızıl sözünün altından xətt çəkəcək, deyəcək ki, hansı nitq hissəsidir? Şagird deyir ki, müəllim, qızıl sep. Necə sep? Necə sualı çıxdı? Təbii ki, bu sifət hesab olunacaq. Xeyr, sifət hesab olunmur. Çünki dedik ki, bu kimi bir ifadələrdə və bundan əlavə ifadələrdə, bənzər ifadələrdə birləşmə daxilində çıxan suala görə nitq hissəsini müəyyənləşdirmirik. Ayrı-ayrı götürürük. Qızıl sözünü götürürəm, kənara gətirirəm. Sual verək. Nə qızıl? Nə sualına cavab verdiyinə görə deməli hesab olunacaq isim. Yadınızdan çıxartmayın. Burada topluda da hətta belə bu tipdə indi sual var. İndi onu yazacağam burada.
Yazıram. Mühəndis gəldi. Nə etdi? Gəldi. Xəbərimiz. Kim gəldi? Mühəndis gəldi. Bu da bizim mübtədamız. Xəbərimiz mübtədamız. Və nitq hissəsi olaraq da isimdir. Elə ismin sualına da cavab verdi mühəndis. Amma deyirəm ki, mühəndis Akif nə bilim gəldi. Nə etdi gəldi? Kim gəldi? Akif gəldi. Hansı Akif gəldi? Mühəndis Akif gəldi. Burada isə mühəndis sözü nə oldu? Hansı sualına cavab verdi? İndi bu hansı sualına cavab verdiyi üçün deyirəm ki, cümlədə təyinin ifadə vasitəsi nədir? Təyini inşallah keçəcəyik biz ikinci hissədə, amma yenə də deyirəm. Təyin baxın budur. Bu işarə təyinin işarəsidir. Deyirəm ki, cümlədə təyinin ifadə vasitəsi nədir? A variantı sifət, B variantı isim, C variantı əvəzlik, D variantı zərf. Təbii ki, bu versiyalar birbaşa çıxır. C variantı ilə D variantı. Yerdə qalır A və B. Deyir ki, hansı Akif? Mühəndis Akif. Hə, müəllim, cümlədə bu hansı sualına cavab verir? Ona görə də biz burada mühəndis sözünü ifadə vasitəsi kimi sifət götürəcəyik. Təbii ki, bu yanaşma yanlış yanaşma. Çünki elə biraz əvvəl dedik ki, biz sözlərin nitq hissələrini müəyyənləşdirəndə cümlə daxilindəki funksiyasına görə, sualına görə müəyyənləşdirmirik. Cümlədən kənarlaşdırırıq. Gəldi sözünü kənarlaşdırdıq. Nə etdi? Gəldi. Kənarda da feildir. Akif sözünü kənarlaşdırdıq. Kənarda da isimdir. Mühəndis sözünü cümlədə hansı sualına cavab verir? Amma cümlədən kənarda kim sualına cavab verir? Kim? Mühəndis. Deməli, bu söz nə imiş? Nitq hissəsi olaraq isim imiş. Yadınızdan çıxartmayın. Belə. İndi keçək növbəti hissəmizə. Növbəti hissəmizin adı isə bəzi iki hecalı isimlərdə ikinci saitin düşməsi. Bəzi iki hecalı isimlərdə ikinci saitin düşməsi. Bura daxil olan sözlər iki hissəyə ayrılacaq. İki hissəyə ayrılır. Birinci hissə həm hal, həm də mənsubiyyət şəkilçisi artıranda ikinci saitini yerə salanlar, yəni ikinci saitini itirənlər ikinci qrupa daxildir, ancaq mənsubiyyət şəkilçisini artırdıqda ikinci saitini düşürənlər. Baxın, burada mən yazdım həm hal, həm də mənsubiyyət şəkilçisi. Buradakı hal anlayışı ismin bütün halları nəzərdə tutulmur burada hal dedikdə. Hansı hallar nəzərdə tutulur? Şəkilçisi saitlə başlayan hallar hansılardır bunlar? Gəlin yazaq. Deməli, yəliyin şəkilçisi ın, in, un, ündən başlayır. Deməli, yəlik daxildir. Yönlük daxildir, çünki şəkilçisi A ilə başlayır. Bir də ki, təsirlik daxildir ki, şəkilçisi I, I, U, Ü ilə başlayır. Aydın oldu. Bir də ki, mənsubiyyət şəkilçiləri onsuz da hamısı sait ilə başlayır. Mənsubiyyət şəkilçilərin hamısı aiddir bura. Sonra,
Amma hal çəkilsənin hamısı aid deyil. Cədvəldə, hədəf kitabında və eyni zamanda güvən kitabında filan hamısında cədvəl formasında verilib. Orda yadda saxlayın ki, yoldaşlar, bütün cədvəldəki sözləri əzbərləməyinizə qətiyyən ehtiyac yoxdur. Siz ancaq mənsubiyyətdə düşən sözləri öyrənməyiniz, onu da məntiqi cəhətdən öyrənməyiniz kifayətdir. İndi onun necə məntiqi var, onu sizə deyəcəm. Baxın, bunu adam götürək. Bunu adam götürək. Bu onun bədəni olsun, ayaqları. Bu onun qucağı olsun. Aha. İndi diqqətlə qulaq asın. Ancaq mənsubiyyətdə düşənlər insanın bədən üzvləridir. Yazaq bura bədən üzvləri. Əvvəl birinci köməyimiz budur, bədən üzvlərimiz. Əgər yadda saxlaya bilmirsinizsə, bu formadan istifadə edə bilərsiniz. Ardıcıllıqla birinci nə gəlir? Beyin. Baxın, oxuna yazıram. Beyin. İkinci gəlir. Buradan çəkirəm. Alın. Üçüncü gətirirəm. Boyun. Və ardıcıl formada gedir. Dördüncü gətirirəm. Baxın. Bu hissə, baxın, bu hissə qucaq adlanırdı. Qucağın digər adı qoyun deməkdir. Yəni, türklərdə var ya, qoynumda yılan besləmişim, yəni qucağımda yılan böyütmüşəm. Bu mənası qoyun mənası. Qoyun burada dedik ki, qucaq deməkdir. Aha. Sonra bütövlük götürəcəyik burada indi. Baxın, bu hissə. Bu onun paltarıdır, yəni əynidir. Əyin. Bir də ki, paltarı nəyə geyinir? Köynəyi nəyə geyinir? Qarnına geyinir də. Bir də qarın. Bura göbəyi qoyaq, elə yadda saxlayın. Qarın. Bədən üzvlərindən sadəcə bunlar mənsubiyyət şəkilçisi artıranda düşürlər. Sadəcə bunları əzbərləməklə siz buradan düşən istənilən sualı çox rahatlıqla cavablandıra bilərsiniz. Bu hissəni əzbərləməyinizə ehtiyac yoxdur. Yəni, həm halda, həm də mənsubiyyətdə düşənlər. Çünki istənilən variantda sizdən soruşacaqdır, aşağıdakı variantlardan birində saitlə başlayan şəkilçi artırdıqda söz ikinci ecasındakı saiti itirir. Bu şərt bizə onu deyir ki, yəni həm halı olsun, həm də mənsubiyyət olsun. Deməli, variantdan beyin, alın, boyun, qoyun, yəni qucaq, əyin, qarın sözlərini çıxacaqsınız. Çünki onlar bütün hal şəkilçiləri artıranda düşmür. Sadəcə mənsubiyyət şəkilçisi artıranda düşür. Yadınızdan çıxartmayın. İndi bunun nümunə əsasında, təbii ki, bunların hamısı bədən üzvləri deyil. Bura bir-iki dənə söz daxildir. Onlar bədən üzvü deyirlər. Məsələn, könül sözüdür. Sonra qayın sözüdür. Ağıl sözüdür. Bu sözlər bədən üzvləri deyirlər. Amma bunlarda da düşüş olanda nə olur? Mənsubiyyətli olur. Bu sözlər, yəni yazdığım bu sözlər həm hal şəkilçisi artıranda düşməyəcək, ancaq mənsubiyyət şəkilçisi artıranda düşəcək. Qayın sözü var ha, qayın sözü. Qayın sözü deməli iki mənada işlənir, amonimdir. Həm qohumluq mənasında işlənə bilər, həm də ki ağac mənasında işlənə bilər. Deyə bilərsiniz ki, ay müəllim, hansı mənada işlənəndə saitini itirəcək, qohumluq mənasında işlənəndə? Ağıl sözü deyin şəkildə amonimdir. Deyilişi yazı şeyin mənaları müxtəlif ola bilər. Həm deməli heyvanların saxlanıldığı yer mənasında işlənə bilər, yəni tövlə mənasında işlənər.
həm də ki, insanın ağlı mənasında işlənər. Deyə bilərsiniz ki, müəllim, hansı mənada işlənəndə ikinci sahitini itirəcək? İnsanın ağlı, düşüncəsi, şuuru mənasında işləndikdə ikinci sahiti düşəcək. Yerdə qalan mənada işləndikdə ikinci sahitlərini itirməyəcəklər. İndi gəlin bunlara nümunə əsasında baxaq. Hə, bədən üzvlərində bir şey qaldı, çiyin sözü. Onu yadımdan çıxdı demək, yadınızdan saxlayın bunu da. Çiyin sözü. Yazıram. Çiynim çox pis ağrıyır. Çiynim ağrıyır. Normalda sözün orijinal versiyası necədir? Ç, i, y, in. Sözün orijinal versiyası belədir. 2 dənə i-nin ortasına bir dənə y işlənib. Amma gördüyümüz kimi bu nümunədə isə y-dan sonra gələn sözün orijinal versiyasında y-dan sonra gələn i bu nümunədə işlənməyib, yəni düşüb. Düşməyinə səbəb nədir? Bədən üzvləri nədə düşürdü? Təbii ki, mənsubiyyətdə düşürdü. Halda qətiyyən düşə bilməz. Gəlin təsdiqləyək bunun mənsubiyyət olduğunu. Mənsubiyyətlərimiz hansılardır? İslam. Mən, ımız, ınız. Bəli. Deməli, mənim, sənin, onun, bizim, sizin, onların. Gəlin indi baxaq. Çiynim ağrıyır. Mənim çiynim ağrıyır. Mənsubiyyəti artıra bildimmi qarşısına? Bəli, artıra bildim. Deməli, burada y-dan sonra gələn saitin düşməyinə səbəb nə imiş oğul? Mənsubiyyət. Ay, sağ ol. Mənsubiyyətdə olmaq imiş. A variantı hal, B variantı mənsubiyyət nə götürəcək? Mənsubiyyət götürəcək. Sonra indi bir nümunə yazacağam burada. Deyirəm ki, ağlın qapısını bərk bağla. Altından xətt çəkilmiş söz düzgündür yoxsa yox? Səhv. Səbəb nədir? Ağıl tövlə mənasındadır deyə. Ay, sağ ol, əla. Burada ağıl sözü tövlə mənasında olduğuna görə ikinci sait düşməyəcək. Düzgün olmalıdır. Ağılın. Bəs ağıl sözü hansı mənada işlənir? Bir dənə cümlədə işləd, orada ağıl sözü ikinci saitini itirsin. Ağıllı insan, yox. Cümlə deyirəm. Bəli, bir dəqiqə. Cümlə tapamadım. Tamam. Deyirəm ki, ağlın yoxdur sənin, o uşaqlarla gəzirsən. Ağlın yoxdur. Burada nədir?Ğıdan sonra. Sənin ağlın yoxdur. Burada artıq mənsubiyyətdir. Deməli, bu sistem doğrudur. Bu yanaşma doğrudur. Sonra. Hə, bir də ki, yadda saxlayın. Bu ancaq mənsubiyyətdə düşənlər var, ha. Ancaq mənsubiyyətdə düşən sözlər milli sözlər hesab olunur. Yəni, hansıları idi onlar? Bəli. Həm hal, həm mənsubiyyətdə düşənlər isə onların içərisində milli də var, deməli, alınma da var. Yadınızdan çıxartmayın. Amma bu ancaq mənsubiyyətdə düşənlərin millilər hesab olundu axı. Bunun içərisində biri var ki, o alınmadır. Amma bu sözlərlə hərəkət edir. O da ağıl sözüdür. Ağıl sözü farscadan əql, ərəb fars sözüdür, əql sözündən götürülmüşdür. Füzuli yaradıcılığında da var. Əql yar olsaydı, tərki eşqi yar etməz midim? İxtiyar olsaydı, rahat ixtiyar etməz midim?
Başa düşdünüz? Bəli. Yadınızdan çıxartmayın. Bir də orada qaldı şəxs kateqoriyası. Şəxsləndirmə. Buradan qoyub 2 dənə nümunə çəkim. Deyirəm ki, könlüm keçir Qarabağdan. Könlüm keçir Qarabağdan. Burada görürsən, normalda sözün orijinal versiyası budur, könül. Amma burada n-dan sonra gələn ü yoxdur, düşüb. Düşməyinə səbəb nədir? Mənsubiyyətdir. O burada düşüb. Mənim könlüm və yaxud da öz könlüm keçir Qarabağdan. Və yaxud da qoynumda ilan böyütmüşəm illərdir. Qoynumda ilan böyütmüşəm. Bunu izah elə mənə. Mən qoynunda ilan böyütmüşəm. Qoyun. Mən burada mənsubiyyətdir də. Mənsubiyyətdir. Çünki öz qoynumda ilan böyütmüşəm. Burada həm mənsubiyyət var, həm də hal şəkilçisi var. Yəni bu söz belə sözlər suallar qarşınıza çıxacaq. Hansı sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənmişdir. Sonra bir də indi gəlir sonuncu hissə olan şəxs kateqoriyası. İsimlərdə şəxs kateqoriyası. Əslində asandır bu. İsimlərdə şəxs kateqoriyası iki hissəyə ayrılır. Təki bildirən isimlər və cəmi bildirən isimlər. Daha doğrusu üzr istəyirəm. Təki bildirən şəxslər, cəmi bildirən şəxslər. Təki bildirənlər təbii ki, mən, sən, o. Cəmi bildirənlər isə biz, siz, onlar. Bu daha çox belə deyək əvəzlik mövzusudur. Amma isimlərdə də bu belə deyək kateqoriya kimi, bir hissə kimi mövcuddur. Bəzən şagirdlər şəxs kateqoriyası ilə mənsubiyyət kateqoriyasını qarışdırırlar. Şəxslər bilin ki, bunlardır. Baxın, mən sən o, biz siz onlar. Mənsubiyyətlər isə mənim, sənin, onun, bizim, sizin, onların əsasında dəyişən sözlərdir. Məsələn, mən şəxs bir nəvi nəyi bildirir? Sənin şəxsiyyətini bildirir. Məsələn, deyirəm ki, mən həkiməm. Əm. Şəkilçisi budur birinci şəxsin təkinin. Sən həkimsən. Sən ikinci şəxsin təkini. O həkimdir. Dir, dur. Üçüncü şəxsin təkinin şəkilçisidir. Biz həkimik. Birinci şəxsin cəminin şəkilçisi. İq, uq. Siz həkimsiniz. Sınız, siniz, sunuz, sünüz şəkilçisi. İkinci şəxsin cəminin şəkilçisi. Onlar həkimdir və yaxud da həkimdirlər. Bu da üçüncü şəxsin cəminin şəkilçisi olacaqdır. Şəxslə mənsubiyyəti qarışdırmayın. Bu da belə. İsim mövzusu bitdi. İsmin quizini atacağım birazdan. Biraz önce dərsdən sonra atıram. Anladın, İslam? Bəli. Ümumiyyətlə, bura qədər hər hansı bir mövzuda problemin yoxdur. Xeyr. Məktəbdə KSG yazıbsınız.